məlumat paylaşıldı ki, Birləşmiş Ştatlar əskərlərini Suriyadan çıxarır. Ağ Evin fikrincə, İraqda, Əfqanistanda və Suriyada keçirilən hərbi əməliyyatlar həm maliyyə, həm də insan resursları baxımından böyük itkilərə səbəb olur. Üstəlik, ictimaiyyətdə və konqresdə belə bir fikir formalaşıb ki, bu münaqişələrə müdaxilə nə regional sabitliyə, nə də ölkənin maraqlarına real və davamlı töhfə verir. Amma Vaşinqton bu qərarında haqlı olsa da, bu addım bölgədə geosiyasi vakuum yaradır. Xüsusilə İsrail-Türkiyə münasibətləri kontekstində Birləşmiş Ştatların Suriyadan çıxması mürəkkəb dinamika formalaşdıra bilər. Bu arada 61 illik Baas rejiminin devrilməsindən sonra 16 il öncə dayandırılan Qətər-Türkiyə təbii qaz boyu kəmərinin də bölgədəki enerji aktorları yenidən gündəmə gətirilib. Maraqlı detallar var, süjetimizdən biləcəksiniz. Birləşmiş Ştatlar 2 ay ərzində qoşunlarının Suriyadan mərhələli şəkildə çıxarılmasına başlayır. İsrail mətbuatı bu xəbəri qırmızı həyəcan siqnalı ilə təqdim etsə də, əslində Trump 2000 əskərin bölgədən çıxarılacağını illərdir deyir. O, bunu əskərlərin həyati təhlükəsi ilə əlaqələndirsə də, əsl səbəb ölkənin strateji maraqları ilə bağlıdır. Belə ki, Birləşmiş Ştatlar resurslarını Asiya Sakit Okean regionuna keçirmək istəyir. Bu kontekstdə də Yaxın Şərqdə bir çox problemi öz maraq dairəsində görmür və münaqişələrə məhdud hərbi və diplomatik müdaxilə ilə kifayətlənir. Trump'ın Əsədin devrilməsindən dərhal sonra bu bizim müharibəmiz deyil bəyanatı da onun Amerikanın Suriyadakı rolunun məhdudlaşdırılmasına dair qəti baxışını təsdiqləyir. Bu yanaşmanın elementlərindən ən vacibi də Suriyadakı hərbi mövcudluğun sona çatmasıdır. Doğrudur, Pentagon və Konqresdəki bəzi qrupların rəğbətini qazanan PKK bəzi üzvləri Birləşmiş Ştatların bölgədə qalmasını istəyir. Bunun üçün isə IŞİD kartından istifadə olunur. Heç təsadüfi deyil ki, Suriya Demokratik Qüvvələrinin üzvləri IŞİDin Əsəd rejiminin devrilməsindən sonra yaranacaq boşluqda yenidən meydana çıxması ilə bağlı intensiv fərziyyələr irəli sürür. Əvvəllər bu senari İsrailin və Birləşmiş Ştatlardakı İsrail yönlü lobbinin səyləri nəticəsində Ağ Evin qərarlarına təsir edirdi. Amma indi geosiyasi vəziyyətin dəyişməsi bu tendensiyaya da təsirsiz ötüşmüyor. Trump'ın en büyük hedefi Pasifik bölgesinden Çin'i kuşatma olduğu da bilinmektedir. Hem Çin'i kuşatma hedefleri hem de büyük ekonomik sıkıntılar ve dış borçlarla uğraşan Amerika Birleşik Devletleri hem de mali olarak askerlerinin artık maliyetlerini belki de karşılayamayacağı yönündeki durumlarında hepsi bir düşünüldüğü zaman Amerika Birleşik Devletleri'nin Suriye'deki ordularını çıkartmak istemekte haklı olduğu kendince söylenebilir. Birləşmiş Ştatların Suriyanı tərk etməsi regionda bir neçə mümkün geosiyasi və təhlükəsizlik senarisi ortaya çıxara bilər. Bu versiyaların reallaşması bir tərəfdən yaranan boşluğun hansı güclər tərəfindən və necə doldurulacağından, digər yandan isə lokal qüvvələrin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq. Ən aktual senari odur ki, Suriyanın şimalından qoşunların çıxarılması Türkiyə ilə İsrail arasında gərginliyi və Ankaranın Suriyadakı daha çox strateji hərbi nöqtəyə nəzarət etməyə arzusunu gücləndirə bilər. Birləşmiş Ştatların Kürd müttəfiqləri üzərindəki qoruyucu qalxanı aradan qaldırdıqdan sonra Türkiyə Suriyanın şimalında YPG-nin mövcudluğuna tamamilə son qoymaq üçün yeni hərbi əməliyyatlara başlaya bilər. Türkiyənin İsrailin Suriyada hərəkət azadlığını məhdudlaşdıracağı və gələcəkdə ələ keçirdiyi ərazilər üçün potensial təhlükə yarada biləcəyi ehtimalı Təl-Əvivin narahatlıqlarını 1'e 5 artırıb. Hamas'ın İsrail'e saldırısından sonra, İsrail Hizbullah geriminden sonra ve özellikle Esad'ın devre dışı kalmasıyla Suriye'de oluşan otorite boşluğu İsrail'i endişelendirmektedir. Bu noktada Türkiye, Ahmet El-Şerani ile birlikte iyi ilişkiler içerisinde Suriye'de varlığını daha da artırınca bölgede sanki bir İsrail-Suriye rekabeti veyahut da çatışması söz konusu olacak gibi yansıdı ve burada her iki tarafın devlet yetkilileri başta Türkiye'de Hakan Fidan olmak üzere İsrail'le çatışma istemediklerini ifade ettiler. Birləşmiş Ştatların Suriyada əsas müttəfiqlərindən biri YPG olub. Bu qüvvələr Birləşmiş Ştatların dəstəyi ilə IŞİD-ə qarşı mübarizədə mühüm rol oynayıblar. Lakin Türkiyə YPG-ni PKK-nın bir qolu kimi qəbul edir və onu terror təşkilatı sayır. Amerika Birləşmiş Ştatları NATO müttəfiqi olan Türkiyə ilə münasibətləri gərginləşdirməmək üçün bu balansı saxlamaqda çətinlik çəkir. Vaşinqtonun Suriyadan çıxması bu diplomatik yükü azaltmaq məqsədi də daşıyır. Paralel olaraq PKK terror təşkilatının may-iyun aylarında qurultay keçirərək silahlarını təslim edəcəyi açıqlanıb. Hakan Fidanla Marco Rubio'nun görüşündə bu məsələ razılaşdırılıb.
İsraili narahat edən digər məsələ isə Qətər təbii qazının Suriya-Türkiyə boru kəməri ilə Avropaya nəql layihələrinin yenidən gündəmə gəlməsidir. Təl-Əviv neft və təbii qazın Körfəz bölgəsindən Suriya və Türkiyə üzərindən nəqlini istəmir. Bunun üçün də İsrail müəyyən çəkindirici cəhdlər edir. Türkiyənin Suriyada yerləşdirildiyi deyilən Hüms əyalətinin Palmira rayonundakı T4 hərbi bazasına son həftələrdə İsrail tərəfindən həyata keçirilən hücumlar bu məqsədə xidmət edir. Bununla belə qarışıq dinamik mənzərə onu deməyə əsas verir ki, Təl-Əviv Dəməşqlə bağlı dəqiq siyasət müəyyənləşdirmədiyi müddətdə yaxın şərqdəki vəziyyəti nəzarət altına ala bilməyəcək.